O bizlərdə bir söz var ki, filan kəs sadəlöv adamdır. Din sadəlöv adamı qəbul eləmir. Onların özlərinin də hər birinin o gedişatı xırda-xırda izlənməlidir və təhlil olunmalıdır. Adı hələ İmam Səccad əleyhissalamın Kufədəki söhbəti hara, Şamdakı söhbəti hara. O tamam başqa mövzudur. Orada Əli əleyhissalamı tanıyırlar Kufə cəmaatı. Orada Əlidən danışır. Amma Şamda Peyğəmbərdən danışır. Çünki bir ömür Şamat Əli əleyhissalamı tanımayıblar, tanımaq da istəməyiblər. Osmanilər idilər. Orada Əli əleyhissalamdan danışmırdı. Orada danışırdı, mən Məkkənin oğluyam, mən Minanın oğluyam, mən filan, mən Rəsulullahın oğluyam filan. Bu formada. Yəni, bunların özü də bizə bir dənə mesajdır ki, əgər sən dini dəyərləri qorumaq istəyirsənsə, sən bilməlisən ki, harda, kimin yanında, hansı mövzuda danışmalısan. Gedərsən, elə bir yerdə, elə mövzunu danışarsan ki, o mövzunu da hörmətsiz eləyərsən, özünü də hörmətsiz eləyərsən. O bayaqki söhbətəyə mömin gəli ayıq-sayıq olsun da, bilsin ki, harda hansı sözü işlətmək lazımdır. O bizlərdə bir söz var ki, filan kəs sadəlöv adamdır. Din sadəlöv adamı qəbul eləmir. Və imamların qatilləri hamısı o cür o mərifəti olmayan, dildə o sadəlöv möminlərin uzbatından oldu. Mömin ayıq olmalıdır. Mömin bu incəlikləri araşdırmalıdır. Ağıl sahiblərlə məsləhətləşməlidir, buyuraq.